Salam, hər vaxtınız xeyirli olsun, hörmətli iştirakçılar. Bugün yeni bir mövzu ilə yenidən sizlərlə birlikdəyik. Mövzumuz İstiqlala gedən yol Rəsulzadənin izi ilə. Bugün biz Azərbaycan istiqlal tarixinin ən mühüm simalarından biri olan Məhəmməd Əmin Rəsulzadə irsindən, onun Azərbaycan dövlətçiliyinə və milli düşüncəsinə verdiyi töhfələrdən danışacağıq. Bugünkü seminarımızın dəyərli qonağı Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərq Avropa Xalqları Tarixi kafedrasının baş müəllimi tarixçi Pərviz Cəfərovdur. Xoş gəlmisiniz Pərviz müəllim. Təşəkkür edirəm Leyla xanım, axşamınız xeyir olsun. Mən də təlim iştirakçılarını salamlayıram, hər biriniz xoş gördük. Pərviz müəllim, icazənizlə ilk olaraq elə sizin hazırladığınız video təqdimatı istərdim iştirakçılara təqdim edim, izləyək. Burada bir məsələni qeyd edim. Həmin o video təqdimatı mənim dəyərli tələbəm Fatimə xanım hazırlayıb 861 sayılı qrupdan. Əslində biz Azərbaycan tarixinin keçiddə o videonu hazırlamışdı, video çarxı hazırlamışdı və mənim də çox xoşuma gəlmişdi. Ona görə belə fikirləşdim ki, burada təqdim edə bilərim. Məmnuniyyətlə ona baxaq, ondan sonra davam edək. Tamamdır, o zaman. imkandan istifade ederek bugün Azerbaycan tarihinin en büyük günü olan 28 Mayıs'ta sizlere hitap edilen. Süren tarih esaretinden sonra bundan 35 yıl evvel Azerbaycan Şura-i Millisi Azerbaycan Cumhuriyeti'nin istiklalini bütün dünyaya ilan etti. Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Buyurun Pərviz müəllim, sözü sizə verək. Mən onu demək istəyirəm ki, əvvəla bu gün həqiqətən çox məsuliyyətli, çətin bir mövzu haqqında danışacağıq. Çünki danışacağımız şəxsiyyət
Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük dualardan biridir. Mən deyirəm ki, tarixin ən böyük Azərbaycanlılarından biridir Məhəmməd Əmin Rəsulzadə və 20-ci əsrdə Azərbaycan xalqına Tanrının bəxş etdiyi bir neçə dahi şəxslərdən biridir. Həqiqətən çox həm məsuliyyətdir, həm çox şərəflidir və bir daha mən bu təlimə hazırlaşarkən gördüm ki, yəni ümumiyyətlə Tanrı hər bir xalqa belə şəxsiyyətlər bəxş etdi. Öz xalqının taleyi ilə yaşayan, öz xalqının ağrısını, acısını öz sinəsindən, canından, qanından keçirən, bütün məşəqqətlərə, çətinliklərə, əziyyətlərə baxmayaraq, xalqının istiqlaliyyət savaşını davam etdirən şəxsiyyətlər hər xalqa qismət oldu. Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti ilə bağlı danışarkən, təbii ki, onun avtobiyografiyasına mən toxunmalıyam. Deməli, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakı quberniyasının, Bakı qəzasının Novxanı kəndində anadan olmuşdur. Hacı Ələkbərin ailəsində bir ruhani ailəsində anadan olmuşdur. Və mən haşiyə çıxaraq onu söyləmək istəyirəm ki, mənim Novxanı kəndindən yolum tez-tez düşür, orada bizim yaxın qohumlarımız yaşayır. Və mən dəfələrlə Məhəmməd Əmin Rəsulzadənin vaxtı ilə yaşamış olduğu evin yanından keçmişəm. O evin deməli önündə onun xatirə lövhəsi var və hər zaman o xatirə lövhəsinin qarşısında bir sayğı duruşu ilə dayanıram və ondan sonra keçirəm oranı. Və Hacı Ələkbər ruhani olmasına baxmayaraq dövrünün mütərəqqi baxışları ilə seçilən bir şəxsidir. Yəni bu da o dövr üçün hər bir ruhaniyə aid edilə bilən bir xüsusiyyət deyildi. Məhəmməd Əmin Rəsulzadənin ilk müəllimi ilə atası olmuşdu əslində. Daha sonra Hacı Ələkbər onu dünyəvi təhsil sisteminə qoymağa üstün tutmuş və beləliklə Sultan Məcid Gəncəzadənin rəhbərlik etdiyi 2-ci Rus-Tatar məktəbində Məhəmməd Əmin Rəsulzadə təhsil almışdı və daha sonra isə ali təhsil almaq üçün Bakı Texniki Məktəbinə, Rus dilində olan Bakı Texniki Məktəbinə qəbul olmuşdu. Amma təəssüflər olsun ki, Məhəmməd Əmin Rəsulzadə ali təhsili tam başa vura bilməmişdi, yəni başa çatdıra bilməmişdi. Buna səbəb nə idi? Buna səbəb onun siyasətə qoşulması idi. Bu, ətrafda baş verən siyasi təlatümlər, qovğalar Məhəmməd Əmin Rəsulzadəni özünə cəlb etmişdi, özünü ala bilmişdi. Və Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti haqqında danışarkən təbii ki, onun böyüdüyü, boya başa çatdığı mühiti də hökmən nəzərə almaq lazımdır. Novxanı ümumiyyətlə Bakının qədim kəndlərindən biri idi və onun atası Hacı Ələkbər çox gözəl rəssamlıq qabiliyyəti və yazı qabiliyyəti olan bir şəxsdir. Hətta mən belə maraqlı bir vaxta rast gəldim ki, o öz əli ilə, öz xətti ilə yazmış olduğu İslam dininin müqəddəs kitabı olan Quran-ı Kərimi o dövrün Osmanlı Sultanına əlverəndə göndərmiş və deməli, bu yazı bu şəkildə deməli, Quran-ı Kərimin yazılması o qədər Sultanın xoşuna gəlir ki, onu Diyarbəkirdə saxlayırlar və indi də bildiyimə görə Diyarbəkirdə muzeydə həmin Quran-ı Kərim saxlanılır. Və Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti təbii ki, öz dövrünün bütün siyasi çalxalanmalarından çox sabitliklə çıxa bilmişdi. Və biz diqqətlə baxsaq, ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadə hansı siyasi ideyaların davamçısı idi, daşıyıcısı idi? Biz diqqətlə baxana görürük ki, əslində Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundovun başlatmış olduğu maarifçilik hərəkatının həm də davamçısı idi. Yəni, o bu hərəkatı davam etdirirdi. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin siyasi dünya görüşünün formalaşmasına Əli bəy Hüseynzadənin formula etdiyi İslamlaşmaq, türkləşmək, müasirləşmək. Əslində, türkləşmək, İslamlaşmaq, müasirləşmək desək daha düzgündür. Bu ideya, bu dünya görüşü çox böyük təsir göstərmişdi Məhəmməd Əmin Rəsulzadənin
siyasi görüşlərinə və əslində Əli bəy Hüseynzadə bu nəzəriyyə formasında işləmişdi. Bunu həyata keçirən şəxs elə Məhəmməd Əmin Rəsulzadə olmuşdu. Bu dövrdə ümumiyyətlə nə baş verirdi Azərbaycanda? Azərbaycan bildiyiniz kimi Rusiyanın müstəmləkəsi idi, lakin bütün bunlara baxmayaraq Bakı o dövrdə çox böyük bir sənaye mərkəzi idi. Artıq demək olar ki, Bakı bütün Rusiyanın hər yerindən deməli həm burjuaziya nümayəndələri axışırdı, həm fəhlə sinfinin nümayəndələri, burada müxtəlif millətlərin nümayəndələri həm fəhlə kimi çalışırdılar. Eyni zamanda Bakı bildiyimiz kimi dünyanın müxtəlif mərkəzlərindən, sənaye mərkəzlərindən kapital axını baş verməkdə idi. Və bu dövrdə Bakı demək olar ki, sanki bir qaynar qazan idi. Burada demək olar ki, bütün siyasi cərəyanların nümayəndələri fəaliyyət göstərirdi. Həm deməli sosial demokratlar, həm bolşeviklər, həm eserlər, kadetlər, menşeviklər, yəni bütün siyasi cərəyanların nümayəndələri Bakıda çox fəal, böyük siyasi fəaliyyət göstərdilər və eyni zamanda burada xüsusilə fəhlələr arasında siyasi iş aparmağa məşğul idilər. Və Məhəmməd Əmin Rəsulzadənin ilk siyasi adımlarına baxanda görürük ki, ilk növbədə o sosial demokrat hərəkatına qoşulmaqda çox maraqlı idi və təsəvvür edin ki, 1902-ci ildə o Müsəlman Gənclik Təşkilatını yaratmışdı və 1902-ci ildə onun 17 yaşı var idi, yəni elə də çox yaşı deyildi. Ondan sonra Hümmət Təşkilatının yaradanlardan biri idi Məhəmməd Əmin Rəsulzadə. O Nərimanov da bu təşkilata daxil idi. Sonra Hümmət qəzetində o məqalələr də çıxış edirdi. Amma sonra nə baş verdi? Sonra o 1905-7-ci illər birinci Rus inqilabı dövründə sosial demokrat ideyalarından uzaq düşməyə başladı və diqqətlə fikir verdi ki, bu sosial demokrat ideyaları əslində milli ideyalara olan tələbatlar kimi deyil. Yəni onu tam qane etmirdi. Ona görə də o sosial demokratlardan uzaqlaşmağa başladı və daha çox milli ideyaların daşıyıcısı kimi fəaliyyət göstərməyə başladı. Onun sonraki siyasi həyatına baxanda biz görürük ki, daha çox təqiblər də müşahidə olunurdu və hətta elə bir vəziyyətə çatır ki, artıq 1908-ci ildə o Bakını tərk etmək məcburiyyətində qalır və Bakını tərk etdikdən sonra o Güney Azərbaycan, İrana yola düşür. Burada Güney Azərbaycanda xüsusilə 1909-cu ildə Səttərxanla görüşü var onun. Bildiyiniz kimi bu dövrdə 1905-11-ci illərdə İran, Güney Azərbaycanın məşruti hərəkatı baş verməkdə idi və Səttərxanla, eyni zamanda Bağırxanla, məşruti hərəkatın liderləri ilə görüşür. Bu görüşlər onun siyasi dünya görüşünün formalaşmasına çox böyük təsir göstərir. Daha sonra Cənubi Azərbaycanın demək olar ki, şəhərlərinin, kəndlərinin gəzir. Azərbaycan xalqının yaşayışını, demək, onların çətinliklərini görür. Bunlar hamısı ona həqiqətən də çox pis təsir edir. 1910-cu ildə isə o, deməli, Tehranda Yeni İran, İran Nov qəzetini deməli nəşr olunmasına nail olur. Burada Avropada təhsil almış digər İranlı deməli siyasi xadimlərlə birlikdə bu qəzeti nəşr edirlər. Hətta bu qəzetin baş redaktoru olmuşdu bir müddət. Lakin daha sonra məşruti hərəkatı məğlub olduqdan sonra eyni zamanda İran hakimiyyətinin ona təzyiqi var idi. Rusiyanın İrana təzyiqi var idi. Bunun nəticəsində o Türkiyəyə getməyə məcbur olur. Türkiyəyə gedir. Burada Türkiyədə xüsusilə Əli bəy Hüseynzadə ilə görüşür. Əhməd bəy Ağaoğlu ilə. Deməli, ondan sonra o dövrdə deməli Türkiyənin məşhur aydınları ilə, məşhur simaları ilə görüşür. Bir sıra dərgilərdə çıxış edir. Eyni zamanda bu dövrdə onun İran türkləri ilə bağlı Türkiyə dərgilərində silsilə məqalələri nəşr olunur və demək olar ki, əslində Anadolu türkləri, İran türkləri ilə bağlı olan həqiqətləri məhz bu məqalələrdən əldə edirlər. Və onu da deyim ki, deməli, xüsusilə Türkiyədə olan dövrdə baş verən siyasi proseslər Məhəmməd Əmin Rəsulzadənin siyasi ideyalarına çox böyük təsir etmişdir. Məsələn, onun gənc Türkiyədə çox böyük rəğbəti var idi. Və eyni zamanda o bu dövrdə məktublar yazırdı Bakıya. Bakıda burada onun əmsi oğlu və eyni zamanda qaynı Məhəmməd Əmin Rəsulzadə və digərləri var idi ki, bu məktublar vasitəsilə o bildirmişdi ki, əslində
biz artıq milli demokrat bir təşkilat yaratmalıyıq və bu təşkilat Müsavat oldu. Bildiyiniz kimi 1911-ci ildə Müsavat təşkilatı yaradıldı. Bu təşkilat Məhəmməd Əmin Rəsulzadənin ideyaları ilə yaradılsa da, o özü bu dövrdə Bakıda deyildi. Ondan sonra Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildə Bakıya qayıdır. Bakıya qayıdışı onunla bağlı idi ki, 1913-cü ildə Rusiya imperiyasında Romanov sülaləsinin 300 illiyi münasibəti ilə böyük amnistiya elan olunmuşdu və demək olar ki, bütün siyasi mühacirlərə bu şamil olunmuşdu və bundan sonra Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıdır. Bakıya qayıdandan sonra burada siyasi fəaliyyətlə məşğul, əsasən Müsavatın deməli işləri ilə məşğul idi. Açıq Söz qəzeti deməli bu dövrdə nəşr olunmağa başlayır. Açıq Söz qəzetində və digər qəzetlərdə publisistik fəaliyyətlə məşğul idi. Daha sonraki fəaliyyətinə baxdıqda biz onun xüsusilə biz burada deməli o iki Ümumi Rusiya müsəlmanlarının bir Qafqaz müsəlmanlarının qurultayı var, Bakıda keçirilən və bir də ki Moskvada keçirilən Ümumi Rusiya müsəlmanlarının qurultayı var. Bu qurultayların ikisini xüsusilə deməli diqqətə çatdırmaq istəyirəm. Artıq Məhəmməd Əmin Rəsulzadə həm bu qurultaylarda, həm də ümumiyyətlə öz məqalələrində qeyd edirdi ki, Rusiyanın daxilində Azərbaycana ərazi muxtariyyəti verilməlidir. Yəni, muxtariyyət ideyası ilə çıxış edirdi və eyni zamanda onu da deyim ki, daha sonraki dövrdə bu muxtariyyət ideyalarını milli istiqlaliyyət ideyaları əvəz edəcək. Xüsusilə Ümumi aprel ayında deməli baş verən Ümumi Rusiya müsəlmanlarının qurultayında demək olar ki, Məhəmməd Əmin Rəsulzadəni o dövrdə Rusiya siyasi ictimaiyyəti tanıdı, məşhurlaşdı. Nəyə görə? Çünki burada qurultayda əsasən iki deməli ideya irəli sürülmüşdü. İdeyalardan biri deməli Asetin əsilli Saltıkovun məxsus idi ki, o belə bir ideya ilə çıxış etmişdi ki, Rusiyanın daxilində yaşayan müsəlmanlara mədəni muxtariyyət verilsin. Amma Məhəmməd Əmin Rəsulzadə onun əksinə olaraq mədəni deyil, ərazi muxtariyyəti verilməsi ilə, yəni Rusiyanın daxilində yaşayan müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyası ilə çıxış etmişdi və hər iki təklif səsə qoyulmuşdu və səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadənin bu təklifi qəbul olunmuşdu ki, Rusiyanın daxilində yaşayan müsəlmanlara ərazi muxtariyyəti verilsin. Yəni, o dövrdə bu qurultayda iştirak edən nümayəndələrin əksəriyyəti bu ideyanı dəstəkləmişdi. Onu da qeyd edim ki, qurultay Şəmsi Əsədullahzadənin Moskvadakı malikanəsində keçirilmişdi və biz diqqətlə bu təklifə baxdıqda bəlkə də bu adi təklif kimi səslənir. Amma iş orasındadır ki, ondan sonra ümumiyyətlə Rusiyanın federativ quruluşunda məhz bu ideyanın dəstəklənməsi ona gətirib çıxartdı ki, Rusiyada yaşayan müsəlmanlar daha sonra bu federasiyada bir muxtar qurum kimi təmsil oluna bildilər. Bəlkə bu təklif o dövrdə qəbul olunmasaydı, mədəni muxtariyyət təklifi qəbul olunsaydı, biz Rusiya Federasiyanı tam başqa bir quruluşda görəcəkdik. Hətta Sovet quruluşu olsa belə. Və onu da qeyd edeyim ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri ondan ibarət idi ki, o deməli başa düşürdü ki, Azərbaycan üç böyük imperiyanın qovşağında yerləşir. Rusiya imperiyası, Osmanlı imperiyası, İran dövləti və əslində bu üç imperiyanın hər zaman Azərbaycanın həm təsiri, həm təzyiqi olmuşdur. Həm eyni zamanda onların tarixi, onlarda gedən tarix prosesi Azərbaycanı deməli təsir etmişdi. Məhəmməd Əmin Rəsulzadə baxın, bu üç imperiyanın qovşağında yerləşən Azərbaycanı sanki bu təsirlərdən uzaqlaşdıra bildi, qopara bildi, ala bildi və müstəqil Azərbaycan ideyalarını həyata keçirə bildi. Məhəmməd Əmin Rəsulzadənin həm də fərqi ondan ibarətdir ki, o dini identiklikdən çox, dini kimlikdən çox milli identikliyi, milli kimliyi önə çəkirdi. Və o dövrdə biz ümumiyyətlə baxsaq, Azərbaycan ziyalılarının, Azərbaycan aydınlarının ən böyük problemləri nədə idi? Ən böyük problem onda idi ki, Azərbaycan əhalisi savadsız idi, çox
az bir qismi savadlı idi və Məhəmməd Əmin Rəsulzadə başa düşürdü ki, müstəqil olmaq üçün ilk növbədə şuurlar müstəqil olmalıdır, şuurlar azad olmalıdır, insanlar savadlı olmalıdır. Və bu dövrdə əslində Azərbaycanlılar özlərini, belə deyim, Türk Azərbaycanlı kimliyindən daha çox müsəlman kimliyinə bürünmüş kimi təsvir edirdilər. Yəni onlar özlərini daha çox müsəlman hiss edirdilər. Onlar sanki elə başa düşürdülər ki, onların elə milliyyəti də müsəlmandır, dini də müsəlmandır. Yəni milliyyət anlayışını tam olaraq başa düşmürdülər belə. Və bildiyiniz kimi o dövrdə Azərbaycanlılara deməli tatarlar da deyilirdi, Qafqazlılar da deyilirdi, müsəlman adı ilə adlanırdılar. Amma Türk adı ilə adlandırılmırdılar. Yəni Azərbaycanlı kimliyini, Türk kimliyini unutturmağa çalışırlar. Məhz Məhəmməd Əmin Rəsulzadə bu ideyaları Azərbaycan cəmiyyətinə, Azərbaycanlıların şuuruna yeridə bildi. Yəni bu milli identikliyi, milli özünə məxsusluğu, milli kimliyi önə çıxara bildi. Və əslində Azərbaycan türklərinin tarixindən qaynaqlanan o demokratik dəyərləri Azərbaycan xalqına aşılaya bildi. Yəni o böyük bir inqilabi dəyişiklik idi. Yəni bu Azərbaycan cəmiyyətində, Azərbaycan şuurunda, Azərbaycan ideologiyasında çox böyük bir dəyişiklik idi və məhz bu üç imperiyanın qovşağında Azərbaycanı bu təsirlərdən çıxarmaq çox çətin tarixi proseslərdən keçirdi təbii ki və bu dövrdə ümumiyyətlə biz nə qədər də desək ki, Azərbaycan bu proseslərdən kənar qalır da, bu mümkün deyil təbii ki. Yəni tarix proseslər nöqteyi nəzərindən deyirəm. Çünki Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsidir və orada baş verən proseslər birbaşa Azərbaycana təsir edirdi. Bu dövrdə Rusiyada 1917-ci ilin fevralında burjua demokratik inqilabı baş verdi və burjua demokratik inqilabı baş verməsi ilə əslində Məhəmməd Əmin Rəsulzadə başa düşdü ki, bu Azərbaycan xalqı üçün bir nicat yoludur. Nəinki Azərbaycanlılar üçün. Ümumiyyətlə, Rusiya İmperiyasında təmsil olunan müstəmləkə vəziyyətində, istibdad altında yaşayan xalqların azadlıq və nicat yolu məhz bu inqilabdan keçirdi. Və feodal burjua demokratik inqilabından sonra demokratik proseslər daha da inkişaf etməyə başladı. Siz bildiyiniz kimi, burada artıq iki hakimiyyət meydana gəlir. Ondan sonra Rusiyada Müəssislər Məclisinə seçkilər keçirilir. Eyni zamanda Bakı Soveti yaradılmışdı. Bakıda burada Sovet hakimiyyəti elan olunmuşdu. Bakı Sovetinə, deməli, oktyabr ayında Bakı Sovetinə keçirilən seçkilərdə Müsavat Bolşeviklərə qalib gəlmişdi. Amma daha sonra seçkilərdən iştirakçıdan, hakimiyyətdə təmsil olunmaqdan imtina edir. Çox təəssüflər olsun ki. Eyni zamanda Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə də Müsavat Bolşeviklərə qalib gəlir və ümumiyyətlə birinci yeri tutur. Və bundan sonra nə baş verir? Bundan sonra Bolşeviklər 1917-ci ilin oktyabrında çevriliş edirlər və bu çevriliş nəticəsində Bolşeviklər hakimiyyətə gəlirlər. Rusiyada Sovet hakimiyyəti qurulur və Rusiyada Sovet hakimiyyəti qurulduqdan sonra toplanan Müəssislər Məclisini Lenin dağıdır, zor gücü ilə dağıdır. Çünki Müəssislər Məclisində əslində Bolşeviklər bu seçkilərdə uduzmuşdular və təbiidir bu Müəssislər Məclisinin onlar tərəfindən dağıdılması və bundan sonra Müəssislər Məclisinə Cənubi Qafqazdan seçilən deputatlar, millət vəkilləri, burada əsasən deməli seçilmişlər Azərbaycandan müsavatçılar, Gürcüstandan menşeviklər və erməni nümayəndələrindən daşnaqlar seçilmişlər. Bunlar belə qərara gəlirlər ki, Tiflisdə bu deməli Müəssislər Məclisinə seçilən deputatlardan ibarət bir Seym yaratsınlar. Deməli, beləliklə Cənubi Qafqaz Seymi yaradılır, fəaliyyətə başlayır və bundan sonra biz diqqətlə proseslərə baxırıq. Deməli, Birinci Dünya müharibəsində gedən proseslər də əslində Rusiyaya təsir edirdi və Bolşeviklər, ümumiyyətlə onu da deyim ki, Bolşeviklər bəlkə də dünyada yeganə siyasi təşkilat idi ki, onlar öz dövlətlərinin əleyhinə çıxış edirdilər. Məsələn, Bolşeviklər hakimiyyətə gəlməmişdən öncə Rusiya İmperiyasının müharibədə məğlub olmasını istəyirdilər. Nəyə görə? Onlar belə hesab edirdilər ki, Rusiya İmperiyası müharibədə məğlub olsa, onlar hakimiyyətə gələ bilərlər və onlar hakimiyyətə gələn kimi Rusiya İmperiyasını müharibədən çıxartdılar. Deməli, təbii ki, burada
Almaniya ilə, deməli, Osmanlı dövləti ilə, digər, deməli, mərkəz dövlətləri ilə danışıqlar getdi. Əvvəl bir müqavilə bağlandı, ondan sonra Brest-Litovsk müqaviləsi bağlandı və Brest-Litovsk müqaviləsi ilə əslində, deməli, Osmanlı imperiyasından alınan ərazilər Qars, Ərdahan, Batum əraziləri yenidən Osmanlı imperiyasına verilmiş oldu və bundan sonra artıq Osmanlı imperiyası Cənubi Qafqaz Seymi ilə, əslində Cənubi Qafqaz Komissarlığı idi bu dövrdə. Ondan sonra Cənubi Qafqaz Seymi idi. Burada ondan qabaq Cənubi Qafqaz Xüsusi Komitəsi var idi. Dekabr sazişi var burada, atəşkəs var və ondan sonra Cənubi Qafqaz Seymində baş verən proseslərə biz baxanda diqqətlə görürük ki, burada hər üç deməli fraksiya arasında ən çox burada müsəlman fraksiyası idi. Lakin bunların arasında ayrı seçkiliklər var idi. Nə mənada? Yəni müxtəlif, deyək ki, Türkiyə ilə münasibətdə yekli bir mövqe yox idi və erməni və gürcü fraksiyası belə hesab edirdi ki, deməli, Qars, Ərdahan, Batum Osmanlılara verilməməlidir, amma Azərbaycanlılar burada tam başqa fikirdə idilər. Onlar Qars və Ərdahan Osmanlıya verilməsini istəyirdilər, amma Batumla bağlı burada bəzi digər məsələlər vardı. Burada neft boru kəməri və s. kimi məsələlər onların Batumla bağlı münasibətinə təsir edirdi və bu dövrdə iki konferans keçirilir. Bu Trabzon konferansı keçirilir, ondan sonra Batum konferansı. Mən siyasi hadisələrə qısa toxunuram ki, daha çox Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti haqqında danışaq. Və Osmanlı dövləti Qarsı, Ərdahanı, Batumu, deməli, öz ərazisi bundan sonra artıq Batum konferansı keçirildi və eyni zamanda Məhəmməd Əmin Rəsulzadə də daxil olmalı Azərbaycan nümayəndə heyətdə Batum konferansına gelmişdi. Batum konferansında Osmanlı nümayəndələri deməli, digər tələblər də irəli sürürlər və burada artıq Almanlar və Gürcülər daha sıx münasibətdə olduqlarına görə, Almanlar onlara kömək vəd etdiklərinə görə artıq may ayının 26-sında Gürcüstan deməli, Cənubi Qafqaz Demokratik Federativ Respublikasından çıxdığını elan edir. Zavqaziya Seymindən çıxdığını elan edir və belə işdə Gürcüstan müstəqil olduqdan sonra Zavqaziya Seymində buraxılmış olur. Və may ayının 27-sində Azərbaycanlı deməli, deputatlar, Azərbaycan fraksiyası fövqəladə iclas keçirərək özünün Milli Şura elan edir. Azərbaycan Milli Şurası elan olunur və may ayının 28-sində artıq bildiyiniz kimi bütün Azərbaycan Xalq Cümhuriyyəti elan olunur. Müstəqillik haqqında istiqlaliyyət, 6 bənddən ibarət istiqlaliyyət bəyannaməsi elan olunur. Bütün bu proseslər gedərkən Məhəmməd Əmin Rəsulzadə baxmayaraq ki, Türkiyədə idi, o Milli Şuranın sədri seçilir. Çünki əslində onun ideyaları bütün bu hərəkata, bu proseslərə çox böyük təsir göstərilmişdi. Və bundan sonra baxırıq biz, xüsusilə Batum konferansı zamanı, Batumda olan zaman, iyun ayının 4-də Azərbaycanın nümayəndə heyəti ilə Osmanlı dövləti arasında sülh və dostluq haqqında müqavilə imzalanır və bu müqavilənin 4-cü maddəsinə görə əgər Azərbaycan Xalq Cümhuriyyəti istəyərdirsə, Osmanlı imperiyası ona hərbi kömək verə bilərdi və Məhəmməd Əmin Rəsulzadə eyni zamanda Azərbaycan nümayəndə heyəti məhz bu maddədən çıxış edərək Osmanlı dövlətindən hərbi kömək istəyirlər. Nəyə görə? İş orasındadır ki, baxın, bu aydınlar Azərbaycan Xalq Cümhuriyyətini yaradan zaman sözün həqiqi mənasında demək olar ki, onların əlində heç bir siyasi mexanizm yox idi. Orduları yox idi, bir paytaxtları yox idi, dövlət strukturları yox idi. Demək olar ki, öz ideyalarını həyata keçirmişlər. İdeyaları var idi, amma ideyaları həyata keçirməsi mexanizmlər yox dərəcəsində idi. Bakıda bu dövrdə Bakı Soveti ağalığı edirdi, Stefan Şamiyan başçılıq etdiyi Bakı Soveti və onu da qeyd edelim ki, burada mart ayında Azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdi. Bu soyqırımda Azərbaycan ziyalılarının siyasi ideyalarında çox böyük dəyişiklik səbəb olmuşdu. Məhz bu soyqırımdan sonra onlar başa düşmüşdülər ki, heç bir dövlət daxilində muxtariyyət Azərbaycanı xilas edə bilməz. Nə erməni soyqırımlarından, nə digər istibdaddan. Onlar belə düşünürdülər ki, artıq Azərbaycanın yeganə çıxış və nicat yolu müstəqil olmalıdır.
olmalıdır. Və bundan sonra artıq biz nəyə görürük? Onu görürük ki, Qafqaz İslam Ordusu yaradılır. Qafqaz İslam Ordusu Gürcüstan ərazisini keçərkən hətta orada Gürcülər və Almanlar Qafqaz İslam Ordusunun qarşısını kəsmək istəyirlər. Borçalı ərazisində döyüş baş verir. Bu döyüşdə Qafqaz İslam Ordusu qalib gələrək hərəkət edir və Gəncəyə gəlib çatır. Onların Gəncəyə çatmasından sonra Tiflisdə buna etiraz əlaməti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisi tərk etməsi tələb olunur. Belə işdə Azərbaycan Xalq Cümhuriyyəti Gəncəyə köçür. Gəncə dövrü başlanır bundan sonra və burada Məhəmməd Əmin Rəsulzadənin xüsusilə Gəncə dövründə burada bir siyasi böhran baş vermişdi. İlhaqçılar adlanan bir qrup meydana gəlmişdi ki, onlar Azərbaycanla Türkiyənin birləşməsini istəyirdilər və Nuru Paşaya müəyyən təsirlər göstərmişdi. Burada xüsusilə Məhəmməd Əmin Rəsulzadənin mən deməli siyasi mövqeyini nəzərinizə çatdırmaq istəyirəm. Bəzən Məhəmməd Əmin Rəsulzadəni pantürkizmdə tam eləyirlər. Amma baxın, o pantürkist olsaydı təbii ki, ilhaqçılara qoşulardı və Nuru Paşanın eyni zamanda ilhaqçılarının irəli sürdüyü Azərbaycanın Türkiyəyə birləşməsi ideyasını müdafiə edər. Amma o bu ideyanı müdafiə eləmir. Çünki onun əsas amalı Azərbaycanın müstəqil olması idi. Və buna siyasi böhran bu şəkildə həll olundu ki, deməli, Milli Şura buraxıldı, Azərbaycanın ikinci hökuməti təşkil olundu və ondan sonra bildiyiniz kimi Bakı azad olunur. Bakı azad olunmamışdan qabaq burada Göyçay yaxınlığında döyüşlər var. Deməli, iyun 27-si, iyun 1-i tarixlərində Kürdəmir yaxınlığında döyüşlər var. Sonra Qafqaz İslam Ordusunun Bakıya yaxınlaşmağı var və onu da deyim ki, bütün bu proseslər baş verən zaman Məhəmməd Əmin Rəsulzadə çox qəti şəkildə israrla Bakının azad olunmasını istəyir. Yəni, o öz məqalələrində qeyd edir ki, yəni, Bakı nəyin bahasına olursa olsun azad olunmalıdır. Hətta onun məşhur bir ifadəsi var, deyir ki, Bakısız Azərbaycan başsız bədən kimi. Yəni, başsız bədən də təbii ki, bir idi, heç nəyə lazım deyil. Ona görə Bakının azad olunması onun üçün çox önəmli idi və bildiyiniz kimi 1918-ci il sentyabr ayının 15-də Bakı şəhəri azad olunur və Bakı şəhərinin azad olunması ümumiyyətlə mən belə hesab edirəm ki, bizim 20-ci əsr tarixində ən böyük qələbəmiz idi. Çünki həqiqətən Bakı olmasaydı, mənə elə gəlir ki, Azərbaycan dövlətçiliyi sual altına düşəcəkdi. Bakısız bir Azərbaycanı təsəvvür etmək həqiqətən də mümkün deyildi. Bundan sonra biz diqqətlə baxırıq. Məhəmməd Əmin Rəsulzadə ümumiyyətlə Milli Şuranın sədri vəzifəsindən deməli istefa verildikdən sonra parlament verir ki, ondan sonra təşkil olunur 1918-ci il dekabr ayının 7-sində. Ondan sonra Məhəmməd Əmin Rəsulzadə ümumiyyətlə heç bir vəzifə tutmamışdı. O yalnız millət vəkili kimi deməli fəaliyyət göstərmişdi, amma demək olar ki, parlamentin bütün iclaslarında o çıxışlar etmişdi. Eyni zamanda Müsavat Partiyasının başqanı kimi öz ideyalarını bildirmişdi. Daha sonra bir çox siyasi məsələlərin qərarlarının qəbul olunmasına çox böyük fəaliyyət göstərmişdi. Bakı Dövlət Universitetinin təşkilində çox böyük yaxınlıq deməli köməklik göstərmişdi. Daha sonra Azərbaycanlı tələbələrinin xaricdə təhsil almasına yenə onun çox böyük köməkliyi olmuşdu. Yəni bütün bu proseslərin hamısında Məhəmməd Əmin Rəsulzadə iştirak etmişdi və onun məşhur fikri bir kərə yüksələn bayraq bir daha enməz. Onu tarixçilər belə hesab edir ki, məhz parlamentin açılış iclasında bu fikri səsləndirmişdi. Eyni zamanda bəzi tarixçilər belə hesab edir ki, Antant tərəfindən Paris Sülh Konfransında ümumiyyətlə Azərbaycan müstəqilliyinin tanınmasından sonra bu fikri irəli sürmüşdü. Və qısa şəkildə onu deyim ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövrdə bu qısa müddətdə çox böyük nailiyyətlər əldə etmişdi. Bəlkə də 2 ilə başqa dövlətlərin 10 illiklər ərzində əldə edə bilmədiyi nailiyyətləri əldə etmişdi. Azərbaycan müstəqil olmuşdu. Azərbaycanın istiqlal bayrağı, üstənlik istiqlal bayrağı qəbul olmuşdu, himni qəbul olmuşdu. Azərbaycanda ordu quruculuğu prosesi həyata keçirilmişdi. Azərbaycan türklü dövlət dili kimi qəbul olunmuşdu. Baş dövlət universiteti fəaliyyəti başlamışdı. İqtisadi sahədə, siyasi sahədə, bütün sahələrdə demək olar ki, çox böyük
nailiyyətlərə imza atılmışdı və onu da deyim ki, ilk dəfə olaraq ümumiyyətlə müsəlman şərqində, Türk müsəlman dünyasında 1919-cu ildə qəbul olmuş seçki hüququ ilə qadınlara seçmək və seçilmək hüququ verilmişdi. Yəni təkcə seçmək hüququ verilməmişdi, həm də seçilmək hüququ verilmişdi ki, bu dövrdə təsəvvür edin ki, heç Avropa dövlətlərinin bir çoxunda qadınların seçib seçilmək hüququ yox idi. Yəni bütün bu demokratik dəyərləri məhz Azərbaycan Xalq Cümhuriyyəti bizə bəxş etmişdir. Baxmayaraq ki, cəmi 23 ay hakimiyyətdə olmuşdur. Mən həmişə Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışanda, xüsusilə bu qısa müddətə nəzər yetirmək üçün bir nümunə çəkirəm. Kəllə və Dinmə əsərində belə bir epizod var. Bir nəfər bir kəndə, bir yaşayış məntəqəsinə qonaq gedir və məzarlıqdan keçəndə baxır ki, burada insanların başdaşlarının üstünə çox qısa tarixlər yazılır. Məsələn, iyul ayından avqust ayına kimi və yaxud da məsəl üçün bəzən hətta başdaşın üzərində 5 gün, 10 gün tarixləri verilir də. Soruşur ki, bu insanlar yəni bu qədər belə qısa yaşayıb. Deyirlər ki, yox, onlar qısa yaşamır, əslində uzun yaşayıblar. Bu rəqəmlər onların insan kimi yaşadıqları dövrü göstərir, xoşbəxt olduqları dövrü göstərir. Və Azərbaycan Xalq Cümhuriyyətinin o 23 ayı Azərbaycan xalqının sözün həqiqi mənasında xoşbəxtlik dövrü idi, yaşadığı dövr idi. Yəni bir xalq kimi azad olduğu dövr idi. Və hətta mən biraz hadisələri qabaqlayaraq ona toxunacağam təbii ki, Stalinlə münasibətlərinə. Buradan keçid etdim deyə burada söyləyirəm bunu. Stalinlə Məhəmməd Əmin Rəsulzadənin məşhur dialoqu var. Moskvaya gedən zaman qatarda. Stalin ona deyir ki, siz 2 il hakimiyyətdə oldunuz. Nə edə bildiniz Azərbaycan xalqı üçün? Nə verə bildiniz Azərbaycan xalqına? Və Məhəmməd Əmin Rəsulzadənin cavabı qısadır, amma çox möhtəşəmdir. Bəlkə də biz bu 2 ildə Azərbaycan xalqına çox şey verə bilmədik. Amma biz Azərbaycan xalqının müstəqilliyi dadıra bildik. Yəni müstəqilliyin dadını bildi Azərbaycan xalqının, müstəqilliyin nə olduğunu bildi. Və bilirsiniz, xalqların həyatında olduğu kimi insanların da həyatında belədir. Elə dadlar var ki, heç vaxt unudulmur və elə hisslər var ki, heç vaxt unudulmur. Azərbaycan xalqı da məhz bu müstəqillik hissini dadmışdı, yaşamışdı deyə bunu heç vaxt unuda bilməzdi. Və Sovet işğalı 71 il davam etsə də hər zaman yenidən müstəqil olmaq istəmişdi və 71 ildən sonra yenidən Azərbaycan xalqı o müstəqillik hisslərini yaşadı. Amma bu hissləri məhz Xalq Cümhuriyyəti vermişdi Azərbaycan xalqına. Daha sonra davam edərək onu demək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadənin xüsusilə biz daha sonraki dövrdə Azərbaycana təbii ki, ciddi təzyiqlər var idi. Burada çox təəssüflər olsun ki, Ermənistan yenə də 20-ci əsrin əvvəllərində də 21-ci əsrin sonlarında olduğu kimi siyasi maşa funksiyasını yerinə yetirdi. Bir siyasi alət idi, böyük imperiyaların əlində. O dövrdə də belə idi, Rusiyanın əlində bir siyasi alət idi və bildiyiniz kimi artıq deməli 1920-ci mart ayında Qarabağda ermənilərin qiyam qaldırması ona səbəb olmuşdu ki, Azərbaycan Xalq Cümhuriyyəti demək olar ki, öz silahlı qüvvələrin böyük hissəsini Qarabağa yeritmişdi. Burada erməni qiyamını yatırmaq üçün. Və bu dövrdə artıq Azərbaycanın şimal sərhədləri çox təəssüflər olsun ki, demək olar ki, müdafiəsi qalmışdı. Burada çox az silahlı qüvvələri qalmışdı. Və artıq Rusiyanın, Sovet Rusiyasının 11-ci Qırmızı Ordunun aqressiyası başlayır və bildiyiniz kimi aprel ayının 26-sında artıq 11-ci Ordu Azərbaycan sərhədlərini keçərək Bakıya doğru irəliləyir. Burada təbii ki, saf özümüzdə olan baltaların da xüsusi rolu var idi. Burada Əli Heydər Qarayev, Çingiz İldırım və digərləri var, Qəzənfər Musabəyov kimi kommunistlər var idi ki, düzdür, onlar hamısı sonradan elə Sovet deməli ittifaqının orqanları tərəfindən güllələndi. Belə deyək ki, İnqilab öz balalarını yedi və belə işlərsə 11-ci Ordu artıq Bakıya doğru irəliləyir. Xəzər donanması da artıq təbliğat nəticəsində onların tərəfinə keçir. Və bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə hakimiyyəti təhvil vermə haqqında ultimatum elan olunur. Amma bu ultimatumu əslində 11-ci Qırmızı Ordunun ultimatumu idi. Amma nədənsə bunu Azərbaycan kommunistlərinin adından vermişdilər ki,
hakimiyyətə onlar gəlmək istəyir. Və artıq deməli aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində qızğın müzakirələr gedir. Burada olan fraksiyaların çoxu hakimiyyəti təhvil verməyə istəyir. Yanaşı çox təəssüflər olsun ki, İttifaq fraksiyası olsun, Əhrar olsun, digərləri olsun. Amma burada Müsavat fraksiyasının rəhbəri kimi Məhəmməd Əmin Rəsulzadənin çox odlu, alovlu bir çıxışı var. Onun çıxışının təxminən mənası belədir ki, o qeyd edir ki, deyir, əfəndilər, siz elə başa düşürsünüz ki, bu ordu güya ki, Anadolunu zülmdən, istibdaddan qurtarmaq üçün gəlib və Anadoluya gedəcək, amma bu elə deyil. Bu ordu 1914-cü il sərhədlərini bərpa etməyə gəlib və bu ordu Anadoluya getməyəcək və bu ordu heç vaxt Azərbaycandan çıxmayacaq. Lakin təbii ki, artıq bütün bu etirazlar əbəs edir, çünki 11-ci ordu artıq Bakıda idi və beləliklə çox təəssüflər olsun ki, 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Məhəmməd Əmin Rəsulzadə bir müddət Lahıcıda gizlənir. Lahıcıda gizləndikdən sonra o Göyçayın Qaraməryəm kəndinə keçən zaman onu tuturlar, deməli, bolşeviklər və hətta Lahıcıda onun bir kəndini satması haqqında məlumatlar var. Həmin kəndin adı mənim yadımda deyil, yaxşı elə yadımda deyil, belə düşünürəm ki, o Məhəmməd Əmin Rəsulzadəni satır, deməli, bolşeviklərə və ona buna görə mükafat da verilir. O dövr üçün çox bahalı olan bir silah verilir, 5 atılan silahlı tüfəng verilir və amma 37-ci ildə həmin bu kəndlini də tuturlar, repressiya qurbanı olur və hətta 37-ci ildə onu tutanda o deyir ki, mən Sovet bolşeviklərə çox böyük xidmət göstərmişəm, Məhəmməd Əmin Rəsulzadəni satmışam filan, amma deyirlər ki, yox, bu keçmir, gəl, onu da güllələyirlər, yəni bunu demək istəyirəm. Satqınların da, baxın, taleyi aqibəti belə olur. Məhəmməd Əmin Rəsulzadə hətta Lahıcıda o deməli olduğu müddətdə Əslimizin Siyavuşu əsərini qələmə alır. Bundan sonra o həbs olunur. Bu dövrdə əsasən baxmayaraq ki, Azərbaycanda Azərbaycan kommunistlərinə vəzifə verilmişdi, amma demək olar ki, bütün hakimiyyət 11-ci Qırmızı Ordunun siyasi şöbəsinin, xüsusi şöbəsinin əlində idi, Pankratovun əlində idi. Nərimanov çox çalışırdı Məhəmməd Əmin Rəsulzadə deməli güllələnməsin və hətta onun Məhəmməd Əmin Rəsulzadənin həbs olunması haqqında, Stalinə zəng etməsi haqqında məlumatlar da var tarixi mənbələrdə və bundan sonra Stalin Bakıda olan zaman Məhəmməd Əmin Rəsulzadə ilə görüşmək istəyir. Bu görüşün səbəbi nə idi? Yəqin ki, bu haqda məlumatınız var. Onlar vaxtilə deməli, Rusiya İmperiyası dövründə Bakıda siyasi fəaliyyətlə məşğul olmuşlar, Rusiya İmperiyasına qarşı mübarizə aparmışlar və müəyyən bir müddətdə siyasi ideyaları üst-üstə düşmüşdü və Məhəmməd Əmin Rəsulzadə bir dəfə deyil, hətta 2 dəfə onu həbsdən və ölümdən xilas etmişdi. Bir dəfə onu Novxanada gizlətmişdi, qədim bir pirin ərazisinə gizlətmişdi. Hətta onun öz ailə üzvlərinin belə, Məhəmməd Əmin Rəsulzadənin ailə üzvlərinin belə bundan xəbəri olmamışdı. Onu yeməklə, içməklə təmin etmişdi və ondan sonra onun həyatı üçün təhlükə soruşduqdan sonra təbii ki, o Bakıya qayıtmışdı. Bu dövrdə Stalinin hətta burada quldurluq fəaliyyəti ilə də məşğul idi. Bolşevik orqanları üçün, inqilabi orqanlar üçün pul yığırdı. Quldurluq fəaliyyətlə məşğul idi. Ona Koba təxəllüsü vermişdi. Belə bir təxəllüs də var idi. Bayır türməsində də müəyyən müddət həbsdə olmuşdu. Və Stalin bunu unutmamışdı. Məhəmməd Əmin Rəsulzadənin onun həyatını qurtarmasını unutmamışdı. Ona görə də Pankratovun yanına gələrək Məhəmməd Əmin Rəsulzadə ilə görüşmək istədiyini bildirir. Bütün bunları ümumiyyətlə 1954-cü ildə Məhəmməd Əmin Rəsulzadə ölümündən bir il qabaq Türkiyə mətbuat orqanlarında bir türk milliyyətçisinin Stalinlə ixtilaf xatirələri adı altında silsilə məqalələr şəklində vermişdi. Və burada firana daxil olmaqla bizim Sumqayıt Dövlət Universitetinin tələbələrindən kim varsa onu deyim ki, bizim kitabxanamızda həmin kitab var, gedib oxuya bilərlər. Stalinlə ixtilaf xatirələri adlı bir kitabdır, çox maraqlı bir kitabdır.
Davam edirəm. Bundan sonra hətta Pankratovun yanında e, Stalinin, Əli Heydər Qarayevin və Pankratovun bir dialoq olur. Əli Heydər Qarayev odlu alovlu çıxış edərək bildirir ki, Məhəmməd Əmin Rəsulzadə hökmən öldürülməlidir. O sağ qala bilməz. Pankratov da Əli Heydər Qarayevin fikrini müdafiə edir ki, bəli, Məhəmməd Əmin Rəsulzadə öldürülməlidir. Amma Stalin bildirir ki, Pankratova biraz da əsəbi tonla deyir ki, bu şəxs, sizin öldürmək istədiyiniz bu şəxs məni 2 dəfə ölümdən xilas edib. Siz nə danışırsınız? Və Məhəmməd Əmin Rəsulzadə ilə Stalin görüşən zaman Stalin ona deyir ki, siz nə öldürüləsiz, nə də ömür boyu həbsdə saxlanması adam deyilsiniz. Siz bizə lazımsınız. Onun həm istedadına, həm dünya görüşünə bələd olduğu üçün bəlkə də ondan sonra Məhəmməd Əmin Rəsulzadəyə bildirir ki, siz burada qala bilməzsiniz. Burada qalsanız sizi hər hansı bir yolla deməli, həbs edəcəklər, güllələyəcəklər və ən yaxşısı sizin Moskvaya getməyinizdir. Orada siz ən amanlı olarsınız, həyatınız üçün təhlükə olmaz. Və bundan sonra Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşmək üçün vaxt alır, Novxanıya gəlir. Burada xüsusilə onu bildirməliyəm ki, onun həyat yoldaşı Ümbül Banu xanım idi. O, Məhəmməd Əmin Rəsulzadənin bacısı idi. Məhəmməd Əmin Rəsulzadənin əmi uşağı düşürlərdi, belə deyim. Ailəsi ilə görüşən zaman hətta Məhəmməd Əmin Rəsulzadənin onların da özü ilə aparmaq fikri olur. Amma deyilənə görə həyat yoldaşı 4 uşaqla Moskvaya getməyin çox çətin olduğunu bildirir. Və ailəsinin bütün üzvləri ilə görüşür. 2 aylıq körpəsi, deməli, oğlu dünyaya gəlmişdi. 2 aylıq oğlu. Soruşur ki, adın nə qoymuşsunuz? Əli Heydər deyirlər, səhv etmirəmsə. Uşağı qucağına alaraq deyir ki, adını Azər qoydum. Bu həmin Azər idi ki, daha sonra Məhəmməd Əmin Rəsulzadənin ailə üzvlərindən yeganə sağ qalacaq şəxs olur. Yeganə sağ qalacaq şəxs olur və onun sülaləsi əslində Azərdə davam edir. Əslində bu onların sonuncu görüşü idi. Moskva yola düşür. Moskvada isə dediyimiz kimi həmin onların arasında Stalinlə o məşhur dialoq olur. Moskvada daha sonra Stalin onun işə düzəlməyini təmin edir. Orada bir müddət pedaqoji fəaliyyətlə məşğul olur Məhəmməd Əmin Rəsulzadə. Şərq Xalqları İnstitutunda fars və rus dilindən dərs deyir. Mən burada bir məsələni nəzərinizə çatdırım. Mən bayaq dedim ki, Məhəmməd Əmin Rəsulzadə ali təhsil almamışdı. Yəni, baş təhsil məktəbini rus dilində bitirə bilməmişdi. Yəni, onun ali təhsil üzrə diplomu yox idi. Amma o həm Bakı Dövlət Universitetində dərs demişdi, həm də Şərq Xalqları İnstitutunda dərs demişdi və hətta öz deməli yazılarının birində bildirir ki, mənə burjua deyən şəxslərə demək istəyirəm ki, siz öz imkanlarınızla, öz valideynləriniz imkanları ilə gedib Rusiyada, Qərbdə, ən nüfuzlu universitetdə təhsil alıb diplom almışsınız, amma mənim bir diplomum belə yoxdur. Mən necə burjuayam? Daha sonra Məhəmməd Əmin Rəsulzadə Stalin tərəfindən həqiqətən də bir sıra vəzifələr təşkil olunur və onu da deyim ki, Stalin bu dövrdə təbii ki, həmin 30-cu illərdə gördüyümüz Stalin deyildi. Nəyə görə? Hələ diktator deyildi, hələ o qançənlik funksiyon rejimə düşməmişdi. Ola bilər ki, müəyyən mənada o inqilabi hərəkatlar dövründə olan müəyyən idealist dünya görüşləri onda elə qalmaqda idi və çox böyük ehtimalla Məhəmməd Əmin Rəsulzadəni həqiqətən də Sovet idarəsi sistemində onun, belə deyək, potensialına istifadə etmək istəyirdi. Amma Məhəmməd Əmin Rəsulzadənin müxtəlif vəzifələrə təşkil olunmasına baxmayaraq, bəlkə də onun əvəzə kim başqa bir şəxs olsaydı, qalmağı üstün tutar ki, Moskvada yaşayım, ailəmi gətirim bura. Daha sonra, çünki o vaxt hələ heç kəs bilmirdi ki, 30-cu illərdə belə repressiyalar olacaq. Amma o baxır ki, onun ideyaları ilə Bolşeviklərin ideyaları qətiyyən üstü düşmür. Yəni, çox prinsipial bir insan idi və heç bir iş təklifini qəbul etmir. Hətta öz xatirələrində o qeyd edir ki, Moskvada yaşadığı dövrdə çox böyük çətinliklər çəkir, maddi çətinliklər çəkir. Yazıların birində qeyd edir ki, mən yay çusları ilə, yəni yay ayaqqabıları ilə qışda gəzirdim.
ayağım üşürdü və deyir, müəyyən müddət bunun qarşısını almaq üçün heç kəsdən deyir, pul da istəyə bilmirdim, ayaqqabı almağa deyir, istəyə bilməzdim və deyir, qalın corab geyinməklə müəyyən müddət mən bunun qarşısını ala bildim. Yəni belə Palaz bir Sərə xanım ayaqlarına klub da keçirirdi, yəni müxtəlif üsullardan istifadə edirdi, yəni amma heç kəsə əyilmirdi. Deyək ki, məsəl üçün Stalinləmi ya başqa birisindən bəlkə də hər hansı maddi vəsait əldə edə bilərdi, amma onu özünə sığışdırmırdı. Yəni belə bir şəxsiyyət idi. O daha sonra elmi nizamiyyət bəhanəsi ilə Petrograda gedir 1922-ci ildə. Oradansa Finlandiyaya keçir. Finlandiyaya keçdikdən sonra bir müddət burada qalır, buradan Berlinə gedir və Berlindən isə İstanbula gedir və əslində Məhəmməd Əmin Rəsulzadənin mühacir həyatı başlamış olur. Məhəmməd Əmin Rəsulzadənin mühacir həyatı haqqında danışarkən onu qeyd edim ki, təbii ki, xüsusilə Türkiyədə olan zaman burada Azərbaycanlı siyasi mühacirlərin təşkilatlanmasını təşkil edir. Siyasi təşkilatlar yaradır, bir sıra qəzetlər, jurnallar nəşr edir. Lakin daha sonra Sovet hakimiyyət orqanları, xüsusən 1931-ci ildə SSR-in Xarici İşlər Naziri Türkiyəyə səfər etdikdən sonra tələb edirlər ki, burada Rusiya imperiyası, başın Sovet İttifaqı əleyhinə fəaliyyət göstərən şəxslər hamısı yəni Türkiyədən uzaqlaşdırılmalı və Türkiyə hakimiyyət orqanları bu qərarı qəbul edirlər. Və bundan sonra Məhəmməd Əmin Rəsulzadə Polşaya getməli olur. Polşada bir müddət siyasi fəaliyyət göstərir və Polşada siyasi fəaliyyət göstərərkən burada artıq təbii ki, o bir məsələni xüsusi olaraq vurğulayım ki, bəzən Məhəmməd Əmin Rəsulzadəni mən bir saata yaxın danışıram, hələ danışmağa bir xeyli qalıb, mən sizi yormuram ki. Buyurun müəllim, yox, maraqlıdır. Biraz qısa şəkildə, o zaman biraz daha hadisələri qısalmağa çalışacağım, daha sürətlə hadisələri təsvir etməyə çalışacağım. Məhəmməd Əmin Rəsulzadənin ittiham edirlər ki, o ailəsini ataraq getmişdi, amma bu belə deyildi, qətiyyən. Və hətta mən çox təəssüf edirəm ki, bir tanınmış ictimai xadim, bir neçə ictimai xadim də hətta bu fikirləri səsləndirir. Adlarını burada çəkmək istəmirəm. Bu qətiyyən belə deyil. Onun oğlu Azər bildirir ki, 1925-26-cı illərdə hətta onların deməli Məhəmməd Əmin Rəsulzadənin yanına getmək üçün bir imkanları yaranır. Bu Məhəmməd Əmin Rəsulzadə təşkil etmişdi. Amma o dövrdə sağ olan, demək olar ki, ömrünün son illərini yaşayan Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbər bunun əleyhinə çıxır. Qoymur, belə deyim, uşaqları getməyə, nədənsə narahat olur yəqin ki. Və daha sonra deməli, müəyyən müddətdə Məhəmməd Əmin Rəsulzadənin ailəsinə digər şəxslər vasitəsilə maddi kömək etdiyi haqqında məlumatlar var. Amma bildiyiniz kimi artıq 30-cu illərdə bu heç nə mümkün deyildi. Artıq demək olar ki, Sovet İttifaqı dünyadan təzyiq olmuşdu. Dəmir pərdə ilə aralanmışdı, bütün dünyadan uzaqlaşmışdı. Və Polşada olan zaman Məhəmməd Əmin Rəsulzadə burada Vanda adlı bir xanımla ailə həyatı qurur. Deyilən görə bu 1936-cı ildə baş vermişdi. Məhəmməd Əmin Rəsulzadə ona Leyla deyirdi, Leyla xanım deyirdi. Bildiyimizə görə Vanda xanım xristiyan idi, təbii ki, palyaq idi, amma ömrünün sonuna kimi xristiyan olaraq qalmışdı. Və daha sonra bu cütlük Polşada ümumiyyətlə Məhəmməd Əmin Rəsulzadə fəaliyyət göstərir. Daha sonra İkinci Dünya müharibəsi başlanması ərəfəsində bildiyimiz kimi burada Molotov-Ribbentrop paktı var. Polşanın Almaniya və SSR arasında bölünməsi var. Və bundan sonra artıq Məhəmməd Əmin Rəsulzadə məcbur olaraq Rumıniya ərazisinə köçür. Rumıniya ərazisinə köçməyində onun burada deməli Türkiyənin Rumuniyadakı səfiri var. Həmdullah Qüdsü Tanrıövrət adlı şəxsdir. Onun Məhəmməd Əmin Rəsulzadə ilə dostluq münasibətləri var idi. O təşkil edir Məhəmməd Əmin Rəsulzadənin Rumuniyaya gəlməsini və burada qalır. Rumuniyada yaşayır bir müddət.
İkinci Dünya müharibəsi başlayandan sonra Məhəmməd Əmin Rəsulzadənin xüsusi fəaliyyəti var. Bildiyiniz kimi o dövrdə Almanlara çoxlu Azərbaycanlılar əsir düşmüşdü. 70 minə yaxın Azərbaycanlılar əsir düşmüşdü. Almanlara Məhəmməd Əmin Rəsulzadə onların həbs düşərgələrində öldürülməməsi üçün fəaliyyət göstərdi. Eyni zamanda onun Alman hakimiyyət orqanları ilə görüşləri olmuşdu. Burada mən konkret olaraq şəxs adları çəkmək istəmirəm, çünki vaxtımız kifayət qədər məhduddur. Lakin o Hitlerin, nasist Almaniyasının əsas niyyətlərinin Azərbaycanın müstəqil olması fikri ilə onun fikri üst-üstə düşməməsinə görə artıq Almaniyanı tərk edir və ondan sonra müharibədə SSR qalib gəldikdən sonra Rumıniyanı da tərk etmək məcburiyyətində qalır. Bir müddət Fransaya gedir və daha sonra İkinci Dünya müharibəsindən sonra bildiyimiz kimi SSR ilə Türkiyənin münasibətləri kəskinləşir. Çünki SSR-nin Türkiyəyə ərazi iddiaları var idi, boğazlara iddiası var idi. Ona görə də Türkiyə ilə münasibətlər kəskinləşdiyinə görə artıq deməli mühacirlərin Türkiyə ərazisinə gəlməsi mümkündür. Və artıq 1947-ci ildə Məhəmməd Əmin Rəsulzadə yenidən Türkiyəyə gəlir. Xanımı Vanda ilə birlikdə Türkiyəyə gəlir. Bu artıq onun mühacirət həyatının sonları idi. Yenidən burada Azərbaycan Kültür Dərnəyini yaradır burada. Onun xüsusilə ömrünün son illərində burada olan Azərbaycanlılar, Məhəmməd Kəngər və digərləri öz xatirələrində bəhs edirlər. O xatirələrində qeyd edirlər ki, bu xüsusilə tədbirlərdə, Azərbaycanla bağlı tədbirlərdə Məhəmməd Əmin Rəsulzadə gəlib əyləşirmiş. Sakit şəkildə, təbii ki, artıq yaşlı vaxtları idi, xəstə idi, ona əziyyət verirdi, şəkər xəstəliyinə əziyyət çəkirdi. Amma deyirlər ki, Azərbaycandan söz düşəndə o sanki bir aslana dönürdü, kükrəyirdi, əsirdi, coşurdu, daşırdı. Və bildiyiniz kimi 1955-ci ildə mart ayının 6-sında Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişir. Məhəmməd Kəngər öz xatirələrinə qeyd edir ki, o huşsuz vəziyyətdə idi, biz onun yanında idik. Ömrün son anlarında huşsuz vəziyyətdə uzanmışdı və son anda, dünyası dəyişən anda 3 dəfə Azərbaycan, Azərbaycan, Azərbaycan deyərək dünyasını dəyişdi və deyir ki, o dünyasını dəyişdikdən sonra onun üzündə bir ziya var idi, bir nur var idi, ay parlaqlığı var idi. Biz təəccüblənmişdik ki, bu insan dünyasını dəyişmə, bunun üzündə olan ziyaya, nura bax. Yəni, belə bir şəxsiyyətdir. Mən bəzən düşünürəm ki, bəlkə də Məhəmməd Əmin Rəsulzadənin əvəzində bəlkə də kimsə olsaydı, başqa bir şəxs, başqa bir Azərbaycanlı ruhani ailəsinə dünyaya gəlmişdi. Bəlkə də ömrünün son anında bir müsəlman üçün ənənəvi olan nədir? Ən azından kəlmə-i şəhadətini deyərdi, düzdürmü? Amma o son anda yenə Azərbaycan, Azərbaycan, Azərbaycan deyirdi. Yəni, onun kəlmə-i şəhadəti də Azərbaycan idi, onun dini də Azərbaycan idi, istiqlaliyyət idi, müstəqillik. Bəlkə də onun tanrısı da Azərbaycan idi, bilirsiniz. Yəni, onun Azərbaycan o qədər böyük sevgisi var ki, o şuurlu həyatının bütün mərhələlərində Azərbaycan müstəqilliyinə inanmışdı. Yəni, o görürdü, o bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil olacaq. Düzdür, onu fiziki olaraq görə bilmədi, dünyasını dəyişdi. Amma mən bilirəm ki, onun ruhu onu duymuşdur, bilmişdir Azərbaycan müstəqil olduğunu, Azərbaycan haqq davasına təbii ki, o bələdçilik etmişdir. Yəni, belə bir tarixi şəxsiyyətdir. Biraz da onun ailəsi haqqında qısa məlumat verim ki, bilirsiniz, Məhəmməd Əmin Rəsulzadə bu davası ilə, bu istiqlal savaşı ilə öz ailəsindən də vaz keçdi. Onun ailəsi çox ağır azlar çəkdilər, çox böyük faciələr yaşadılar. Deməli, böyük oğlu Rəsul 19 yaşında güllələndi. Yoldaşı və anası Qazaxıstanda sürgündə öldü. Ondan sonra qızı Lətifə öz qızı ilə birlikdə Qazaxıstanda soyuqdan, həbs düşərgəsində soyuqdan dolmuşdu. Qızı Xalidə çox təəccüblənəcək, heyrətamiz bir hadisədir ki, o dövrdə, Sovet İttifaqı dövründə heç bir sənədsiz, pasportsuz, buraxılış vərəqəsiz Azərbaycana qaça bilmişdi. Qazaxıstandan da Azərbaycana gəlib çıxa bilmişdi bir qızı ilə birlikdə.
və bir müddət qohumlar birlə qalır. Ondan sonra qohumların üçün təhlükə yaranmasın deyə onların evini tərk edir. Və ondan sonra ümumiyyətlə onun həyat haqqında heç bir məlumat yox, naməlum qalır. Və demək olar ki, yeganə onun həmin o bayaq dedim 2 aylıq oğlu hansı ki, onun qucağına alaraq deyir ki, mən adını qoydum. Azər oğlu Qazaxıstan yaşayır və hətta bildiyiniz kimi ondan sonra Azərbaycana köçür. İndi hal-hazırda Azərbaycanda yaşayır. Azərbaycan əməkdar rəssamıdır. Mən qeyd etmək istəyirəm ki, bilirsiniz, Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti çox böyük şəxsiyyət. Çox əzəmətli bir tam olaraq dərk etməmiş. Yəni, düzdür, Məhəmməd Əmin Rəsulzadənin hal-hazırda bircə Novxanada doğulub, böyüdüyü, boya başa çatdığı Novxan kəndində bir heykəli var. Amma hər bir Azərbaycan qəlbində Məhəmməd Əmin Rəsulzadənin heykəli var. Məhəmməd Əmin Rəsulzadəyə olan sevgimiz aşırılmamalıdır. Yəni, bu tamamilə ayrı məsələlərdir. Və bildiyiniz kimi o 1955-ci ildə vəfat Ankaranın CBC əsri qəbirstanlığında məzarlığında dəfn olunur və xanım haqqında bilirsiniz, Məhəmməd Əmin Rəsulzadənin o mübarizliyi, o əyilməzliyi, deməli, prinsipiallığı Vanna xanımına keçmişdi. Məsələn, onlar Türkiyəyə gəldikdən sonra, Türkiyədə Ankara Milli Kitabxanasında işləyir ikisi də. Vanna xanımı bir neçə dəfə təklif olunur ki, o Türkiyədə rus dili müəllimi işləsin. Amma o, rusların onun vətənini işğal etdiyinə görə prinsipial şəkildə bundan imtina edir, baxmayaraq ki, əmək haqqısı daha çoxudur və s. Və rus dili müəllimi işləmək istəmir. O da 1974-cü ildə vəfat edir. Vəfat edəndən sonra onun məzarı bir müddət tapılır. Ondan sonra bizim Türkiyədə olan bir jurnalist xanımız, deməli, 2017-ci ildə onun məzarını tapır, daha sonra onun məzarı bərpa olunur. Yəni, deməm odur ki, elə Məhəmməd Əmin Rəsulzadə kimi o da prinsipal bir şəxsidir. Və mən əslində çıxışımı yekunlaşdırmaq istəyirəm, onu demək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadənin mən inanıram ki, Azərbaycan dövləti nə vaxtsa onun məzarının köçürülməsini və Bakıya gətirilməsini təşkil edəcək. Mən buna həqiqətən qəlbdən inanıram. Bu, Azərbaycanlılar üçün çox mühüm bir məsələdir. Və ondan sonra internetdə çox təəssüflər olsun ki, yəqin ki, sizinlə qarşınıza çıxıb, bir video qarşıma çıxdı, orada deməli, gənclərdən soruşurlar, təbii ki, hamısına aid deyil. Soruşurlar ki, Məhəmməd Əmin Rəsulzadə kimdir, tanıyırsınız və orada bir çox təəssüflər olsun ki, qeyd edir ki, hə, tanıyıram, o məşhur Azərbaycan yazıçısıdır. Yəni, bax, bu həqiqətən adamı təəssüf edir. Məncə, Məhəmməd Əmin Rəsulzadəni hər bir Azərbaycanlı tanımalıdır, sevməlidir, onu qəlbində yaşatmalıdır. Məndən bu qədər. Yəni, mən əslində güman edirdim ki, daha tez bitirəcəm, amma bir saatin tamamında baxdım ki, bir xeyli danışmalı məsələlər qalıb. Ona görə xüsusilə nitqimin son hissəsini daha qısa şəkildə fikirlərimi ifadə etməyə çalışdım. Dinlədiyinizə görə təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram. Çox sağ olun. Çox sağ olun, Pərviz müəllim. Salə müəllimə, sizə söz vermək istəyərdim. Xoş gəlmişsiniz bu arada. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Çox sağ olun, təşəkkür edirəm. Axşamınız xeyir, danışın xanım. Burada mən də Saşın qısa danışım. Burada bir söz demək istəyirəm. İnşallah ikinci gün mühazirə oxuyanda mənim sözümü tələbələrinizə çatdırırsınız ki, 20 dənə Mən tələbə... üzr istəyirəm, səsiniz biraz yavaş gəlir. Mən bilmirəm niyə. Yoxsa mənə belə gəlir. Ola
bilər. Leyla xanım, mənə Bəli, səs biraz yavaş zəif gəlir. gəlib Salim müəllimə. Bəlkə Deyirəm Aha, ki, aha, deyirəm. indi gözlüklə yaxşıdır. İnşallah deyirəm ikinci gün mühazirə oxuyanda Sumqayıt Dövlət Universitetinin tələbələrinə mənim sözlərimi çatdırarsınız ki, burada 100 nəfər qoşula bilərdi. 80 tələbə uduzdu. Sadəcə uduzdular, itirdilər. Siz bu gözəl çıxışınızı, bu gözəl mühazirənizi itirdilər. Bu özləri bilərlər. Yəni mən belə deyərdim ki, tarixi sadəcə oxumuşam. Niyə ki, imtahana girim yazım. Yəni, bilməyəlim məsələ idi ki, imtahanın suallarına düşürdü, oxumuşam. Amma tam etiraf edirəm ki, mən tarixi son bir ildə sizdə təzə öyrənmişəm. Mənimsəmişəm və dərk eləmişəm ki, tarix deməli belə olmuş, yaşamaq lazımmış tarixi. Bir də tarixin bölməsini belə ayırardım ki, tarix bölmələrdən, hissələrdən ibarətdir. İbtidai icma dövrünü çox sevirəm. Bilmirəm, hər şeyin yaranışıdırmı, hər şeyin başlanğıcıdır, insan əməyindən yarana gələn bir dövrdür. Nədirsə, adətən onu niyə körpə uşaqlara salırlar, mən bilmirəm. Çünki o dövr daha böyüklərə çalınmalıdır. Bir də Azərbaycan tarixində ən sevdiyim bölmə 19-cu əsrin sonlarıdır. O dövrdə Azərbaycan doğulubdur. O dövrdə Azərbaycan yaranıbdır. O dövrdə Azərbaycan inkişafa başlayıbdır. Müstəqilliyi, azadlığı hər baxımdan mənə elə gəlir. Bəlkə düz demirəm ki, o dövrü o qədər çox sevirəm ki, oxumuşam da, hətta çox oxumuşam. İmtahandan suallarından da əlavə oxumuşam ki, hə, bu hissələr mənim üçün maraqlıdır. Dərk eləyək ki, oxumuşam. İndi də siz o hissələri vurğuladıqca həqiqətən də yəni ki, unudulmamalıdır. Unudulası adam deyil. Bu Azərbaycan yaradıbdır. Azərbaycan bünövrəsini tökübdür. Gətirib bizi bugün azadlığımızı, bugün biz azadıq, müstəqilik. Bunların hamısının bünövrəsi var. Təməli var ki, biz rahat otura bilirik o müstəqilliyimizin üstündə. Biz onu unuda bilmərik. Sizin o sözünüzə mən də razıyam ki, o məzarı gəlməlidir Azərbaycana. Bizdən sonraki nəsillərə nümunə olmalıdır, görməlidirlər. Adına muzeylər olmalıdır, məktəblər olmalıdır, universitetlər olmalıdır. Çünki hər şeyin başlanğıcı o kişi başlayıb. Yəni elə belə adam olmuyor. Can qoyub. Hər şeyini itirib, amma Azərbaycanı itirməyib, vətəni itirməyib. Son bir, hətta belə deyərdim ki, açar sözə də əlavə edə bilərsiniz bu söz ki, onun doğuluşu da Azərbaycan olub, ölümü də Azərbaycan deyə Azərbaycan deyə də siz dediyiniz kimi kəlmə-i şəhadəti də Azərbaycan olub. Yəni biz onu unuda bilmərik. Heç vaxt da unutmarıq. Təşəkkür edirəm sizlərə. Leyla xanım, sizə xüsusi bir təşəkkür etmək istəyirəm. Bir söz də demək istəyirəm, yəni ki, bu belə bir söz var, Azərbaycanda əsl qadın isməti, qadın gözəlliyi. Mən bayaqdan fikir verirəm. Deyirəm, gözünün ucu ilə belə bir dəfə qaldırıb baxmadı adama. O gözünün ucu məsələsi siz onu yansıtdınız bugün ekrana. Həqiqətən də o gözləriniz var olsun. Minnətdaram. Yüzünüzün nuru həmişə bərəkətli olsun. Necə deyim, ləzzət elədi. Bir Azərbaycan xanım kimi mən də oturmuşam ekran qarşısında baxıram, amma siz əsl o deyirlər, o dediyim sözləri yansıtdınız özünüzə. Təşəkkür edirəm sizə. Çox sağ olun, çox xoş Siz sözlər. sağ olun. Minnətdaram. Yaxşı ki varsınız, yaxşı ki qatılmısınız həqiqətən. Mən də sizi hər təlim və seminarda görəndə sevinirəm. Çox sağ olun. İcazənizlə mənim Sarı xanımın toxunduğu Buyurun. bir məsələyə münasibətimi bildirim. Tələbələrlə bağlı. Deməli, çox təəssüflər olsun ki, bu ümumiyyətlə bizim bugün təhsil camiəmizdə ən böyük problemlərdən biridir. Şagirdlərimiz, tələbələrimiz maariflənmək istəmir. Və mən əslində bugün sözün düzü, burada daha çox iştirakçı olması təmin edə bilər. Çünki dərs ediyim qruplarda uşaqlara desəydim ki, qoşulun, boşlardılar. Amma mən hər hansı bir inzibati və ya şəxsi nüfuz məsələlərindən istifadə etmək istəmədim. Çünki fikirləşdim ki, burada Məhəmməd Əmin Rəsulzadənin adı var və mən onunla paylaşmışam, Leyla xanımla paylaşıb və onun sevgisi olan yerdə mənim iştirakçı sayının çox olma istəyim çox cılızdır. Qoy kimlərin sevgisi var, onlar qoşulsun düşündüm. Və mən əgər ki, burada məhz sevgisi olanlar qoşulub, Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə, ola bilər azdılar, amma tam səmimi, tam qəlbdən gələn hisslərlə qoşulublar. O qoşulmayanlar özləri bilərlər. Ümumiyyətlə, bu təkcə burada belə deyil ki, mən sizə indi məsələn bir faktı deyəcəm, bəlkə də inanmayacaqsınız. Məsələn, biz 60-70 nəfərik
birləşmələrə, patok deyirlər də onlara və yəni qruplar birləşir. O birləşmələri mühazirə deyirik və inanın, canı qəlbdən, ruhumuzla deyirik də o mühazirəni, Azərbaycan tarixini onlara belə deyək, sevdirmək istəyirik. Siz inanırsınız bizə neçə nəfər diqqətlə qulaq asır? Maksimum 7-8, 10 olanda sevinirik. İnanın, yəni və hər hansı inzibati metodlarla da biz onları məcbur edə bilmərik. Yəni bu artıq onların bir şəxsiyyət kimi hardasa çox təəssüflər olsun ki, deformasiyaya uğradıqlarını göstəricisidir. Yəni yəni məcbur edə bilmərik. Ona görə də kimlər sevgilə qoşulub, bu elə onlar olsun bizimlə. Mən belə hesab edirəm ki, gücümüz sayda və statistikada deyil, keyfiyyətdədir. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun Pərviz müəllim. Səsim aydın gəlirmi? Bəli, bəli, bəli. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Güney xanım, xoş gəlmisiniz. İstəyərdim sizə də söz verim. Axşamınız xeyir olsun. Ümid edirəm ki, səsim gəlir. Gəlir, bəli. Çox təşəkkür edirəm həm Pərviz müəllim sizə, həm də Leyla xanım sizə. İlk olaraq Leyla xanım üçün bir fikri bildirmək istəyirəm. Sonra Pərviz müəllim sizə demək istədim, daha doğrusu qoşulanlara demək istədim bir-iki fikir var idi öz təcrübəmdən gördüyümdən. Leyla xanıma xüsusi olaraq təşəkkür edirəm. Mən onun özünə də bildirdim. Düşünürəm siz də elə düşünərsiniz. Leyla xanım indiki dövrün Nəsimidə olan Nəsimi Fatiməsidir. Mənə o xanımı xatırladır. Həm amalı ilə, həm hədəfi ilə, həm etdiyi işlərlə. Düşünürəm ki, indiki dövrün Nəsiminin Fatiməsidir bizim üçün Leyla. Ona təşəkkür edirəm. Pərviz müəllim, sizə çox xoş oldu. Biz bu təlimə qoşulmama kimi ehtimalımız olmamalı idi. Dünya deyir bir tərəfə, bütün işlər bir tərəfə. Azərbaycan qanı axan şəxs damarında bu təlimə qoşulmalı idi. Bu borcuydu. Çünki bilirik may ayıdır, 28 may yaxınlaşır və may ayının əvvəlindən sonuna qədər Məmməd Əmin Rəsulzadə danışılmalıdır. Bircə dənə əfsuslar olsun və çox məyus olduğum 3-4 gündə bir hadisə yaşadım. Təsəvvür edirsiniz, turizm bələdçiliyi olan ixtisasın tələbələridir. Mən bunlara dərs tədris edirəm. Bunu istəyirəm ki, biz bir müzakirə eləyək və araşdırıb nəticəyə gələk ki, tələbələrdə bu hardan yaranır. Bizə tarixi, bizim abituriyent vaxtı orta məktəbdə tarix müəllimlərimiz sevdirir. İndi amma bəzi tarix müəllimləri var ki, mənə inanırsınız, tələbə auditoriyada durub deyir ki, müəllimə, Azərbaycanın indi nüansları saydı. Bu vəziyyətdə olmağının səbəbkarı Məmməd Əmin Rəsulzadədir. Mən müəllim olaraq özümü necə cilovladım ki, ona etik qaydaları pozmayaraq cavab verə bilim. İrəvan məsələsi mi olsun, gördüyü işlər mi olsun, yəni o qədər çox düşündüm. Bunu düşüncədə olan 2-3 tələbəni də eşitdim. Bu, mən düşünürəm ki, düşünülmüş bir şeydir ki, tələbə bunu deyir. Yəni, bizim dövrümüzdə, bizim yaşımızda olan insanlar, biz 30 üstüyük də, yəni 30-dan kiçiklər bu düşüncədədir. Çox narahat oldum ki, bunu kimsə, hansısa tarix müəllimləri biz bilərəkdən və qəsdən uşaqlara öyrədir, abituriyentlərə öyrədir, orta məktəbdə öyrədilir ki, bu uşaqlar bu düşüncəyə gəlirlər. Sual verirəm, səbəbdir də mənə, yəni şablon sözdür. Kimsə öyrədir ki, bu bunu deyir. Müəllim, mənə bunu tarix müəllimin belə başa salıb. Niyə başa salıb? Nə səbəb? Yəni bunun bir başqa izah yolu da olmalıdır da. Əgər müsbətdirsə, müsbətini də bilirik. Mənfidirsə, mənfisini də bilməliyik. Və yenə də vurğuluyorum, çox məyus oldum ki, Pərviz müəllim, həddən artıq hiss elədiyim üzrə də say get-gedə artır. Yəni belə bir şəxsiyyət haqqında sözsüz ki, nöqsansız insan yoxdur. Amma bizim indiki biz olmağımızın deyək ki, qurucusudur da bu insan qurub. Bayrağından tutun, himnindən tutun, yəni say bitməz də etdikləri və biz hələ də onun deyir o el deyimini çörəyin yeyirik. Çox istəyirəm. Ya biz bunu necəsə maarifləndirməliyik. Mənim gücüm çatan, mən bu fənni tədris eləyəndə, bu mövzunu tədris eləyəndə tələbələrlə şərt kəsirəm ki, kollokviumda, sərbəst işdə bu mövzunu mükəmməl cavab verə bilməyən tələbə ilə mən münaqişə yaratmış olacağam. Və bu bilinir. Açıq-aşkar da bildirirəm ki, bu mövzunu hər kəs bilməlidir. Mütləqdir.
Amma çox məyus oluram ki, bu hardan yaranır? Bu bəlkə sizin universitetdə də var, bilmirəm, orada da yəni belə dırnaqarası düşüncədə olan gənclər var, yoxsa təsadüfən mənimmi qarşıma çıxıb belə düşünən gənclər? Mən Və ən önəmlisi niyə tarix müəllimləri bu düşüncədədir? Yox xanım, sizin fikrinizlə tamamilə razıyam. Tamamilə mən də razıyam. Gəlin belə götürək bax. Dırnaq arasında yox. Bugünkü günümüzə görə normal Allah'a şükür, min şükür azadlığımız, demokratiyamız, suverenliyimiz, hər şeyimiz yerində. Çünki təməlimiz möhkəmdir. Təməlimiz düz qoyulub. Ona görə Məmməd Əmin Rəsulzadəyə minnətdar olacağıq. Kim ki elə hələ ki özünə bir gün ağlamayıb, o elə dırnaq içi deyəcək ki, elə bu günümüz elə ona bağlıdır. Yəni bunun açılışı odur. Aydındır, Günel xanım, fikirlərinizə görə təşəkkür edirəm. Belə fikirlər olur, tələbələr arasında da, tarix müəllimləri arasında da, siyasi, ictimai xadimlər arasında da belə düşünən insanlar var. Bu onların subyektiv baxışlarıdır. Burada əsas İrəvanın verilməsi ilə bağlı məsələlərlə qısa olaraq toxunum. Mən o məsələyə toxuna bilmədim, çünki mövzu Azərbaycan Xalq Cümhuriyyəti deyildi. Sırf Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı və təlimidir. Ona görə o məsələyə toxunmadım. İrəvanın Ermənistana güzəştə gedilməsi bu sırf geopolitik bir səbəbidir. Yəni, burada hər hansı bir şəxsin ittiham edilməsi düzgün deyil. Burada Türkiyənin, Osmanlının təzyiqi var idi, digər güclərin təsiri var idi. Burada Rusiya imperiyasının İrəvanda yeritdiyi demoqrafik siyasətin təsiri var idi. Burada artıq İrəvanın özündə demoqrafik vəziyyət o qədər dəyişilmişdi ki, Azərbaycanlı əhali əvvəl çox idi, amma artıq ermənilər çoxluq təşkil etməyə başlamış və s. Yəni, bu geopolitik səbəbidir. Bu çox dərin bir mövzudur. Yəni, onun özü haqqında inanın ki, bir təlim keçmək olar. Yəni, həmin şəxslər eyni zamanda, məsələn, Nuri Paşanı da ittiham edirlər. Bəzən görürsən ki, tərəflərə sual verirlər ki, Nuri Paşa gəlib bura pul dalınca gəlmişdi, ona pul veriblər, qızıl falan bəs məkan. Yəni, mən də onlara həmişə özüm bilərəkdən belə deyirəm. Deyirəm ki, yaxşı. Veriblər, deyirsən, vaxt deyirəm, yaxşı eləyib veriblər. Hələ az veriblər, gələk biraz da çox verəklər. Deyirəm, yaxşı, o baş Soveti dövründə o milyonlarla manat dəyərində olan neft havayı verildi Rusiya imperiyasına, bolşeviklərə, o gözünüzə görsənmədi. 71 il biz sömürüldük, o gözünüzə görsənmədi. Heç bir milli neymətimize sahib olmadıq, o gözünüzə görsənmədi. Bizə 5-10 manatlı pul gözünüzə görsəndi eləsin. Lap yaxşı eləyib veriblər. Onu deyirəm, o boyda xidmətin qarşısında o heç dəryada bir damcı da deyil. Yəni, bu şəxslər başa düşmürlər ki, həqiqətən də Azərbaycan Xalq Cümhuriyyəti qurulmasaydı ümumiyyətlə, baxın, biz Sovet İttifaqının tərkibinə quberniyalar şəklində daxil olacaqdıq. Bir dövlətçiliyimiz olmayacaqdı bizim. Məhz Azərbaycan, süqut deyilsə, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı, bir dövlətin varlığı Azərbaycanın bir dövlət şəklində, respublika şəklində ora Sovet İttifaqına daxil olmasına səbəb oldu. Və ona görə də biz əslində, məsələn, bugün biz öz deməli respublikamıza 3-cü respublika deyirik də, düzdürmü? Birinci respublika Xalq Cümhuriyyətidir, ikinci respublika Sovet Azərbaycan SSR-dir və üçüncüsü müstəqil Azərbaycan Respublikası. Məhz bunların üçünün olması üçün birinci olmalıydı. Birinci olmasaydı bunların heç biri olmazdı. Ona görə də indi belə düşünən insanlar da vardır, neyləyə bilərik? Yəni, hər zaman olur. Ümumiyyətlə, bilirsiniz, tarix elə bir elmdir ki, ümumiyyətlə, bütün elmlər içərisində ən çox siyasi konfigurasiyaya məruz qalan bir elmdir. Deməli, ideologiyalar, siyasi rejimlər və s. tarixə çox təsir edir. Ona görə belə bir şeylərin olması mümkündür. Amma təbii ki, onları biz yenə də maarifləndirməyə çalışırıq da, bu da bizim vəzifəmizdir. Pərviz müəllim, sual veriblər Məlikə xanım Kərimova. Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyətini hansı mənbələrdən oxuya bilərik?
Bir çox mənbələrdən oxuya bilərik. Mirzə Bala Məmmədzadənin əsərləri var bununla bağlı. Həmən Məhəmməd Kəngərlinin xatirələri var bununla bağlı. Və yaxud adını çəkdim Stalinin İhtilal xatirələri, onun özünün Azərbaycan Cümhuriyyəti əsəri var. Daha sonra Əslimizin Siyavuşu əsərindən tanış olsa, onun bütün siyasi dünya görüşü ilə tanış ola bilər. Yəni bu əsərləri və digər əsərləri eyni zamanda tarixçilərdən mərhum tarixçimiz Nəsman Yaqublu'nun Məhəmməd Əmin Rəsuluzadə ilə bağlı çox gözəl araşdırmaları var. Onun əsərlərindən tapıb oxuya bilər, tədqiqat əsərləri. Mən də bir fikir bildirmək istərdim. Müsalim müəllimənin sözünə qüvvət ki, biz mən deyir, Pərviz müəllimlə tarixi sevmişəm. Həqiqətən mən də platformalardan, yəni qoşulduğum seminar və təlimlərdən tanımışam Pərviz müəllimi. Özünə də bildirmişəm. Düz orta məktəbdə keçmişik, universitetdə tarix keçmişik. Ancaq tarixi hər kəs, yəni o içdənliklə, o sevgi ilə bizə hər kəs öyrətmir. Yəni biri var biz öyrənirik sırf imtahanlar üçün, biri var müəllimlər də sırf dərs keçsin. Amma həqiqətən Pərviz müəllim içdənliklə öyrədir bizi. Mən də bir çox şeyi Pərviz müəllim sayəsində öyrənmişəm. Orta məktəbdə, universitet ya orta məktəbdə müəllim olmayıb düzdür, amma seminarlardan çox-çox faydalanmışam. Rəsulzadə haqqında ümumiyyətlə harda mən onun adını gördüm, təlim olsun, seminar olsun, canla başla qatılmağa çalışmışam. Bir nəfər də olsa, yəni razıyam buna. Hətta mən tədris mərkəzində çalışdığım vaxt həm kitab satışı ilə də məşğul olurdum. Orada özüm əlfəcinlər hazırlamışdım. Əlfəcinin üzərində Məhəmməd Əmin Rəsulzadənin şəklini qoymuşdum və aşağıda da onu qeydləmişdim adını. Düşünün, tələbələr, şagirdlər gəlirdi. Yəni digər əlfəcinləri alırdı, buna baxırlar, qoyurlar yerinə. Bir dəfə sual verdim tələbəyə ki, bunu tanıdınız, bildiniz kimdir? Dedi, yox, kimdir ki? Deyirəm ki, sonra biri dedi ki, ya dedi, Türk yazısıdır, biri dedi, Azərbaycan yazısıdır. Çox həqiqətən üzücü haldır ki, tanımadılar. Leyla xanım, çox üzr istəyirəm. Buyurun, buyurun. Bakıda gəzdiyim, getdiyim, bəlkə də yüzlərlə kitab mağazası olub ki, mən Məmməd Əmin Rəsulzadənin əlfəcinini axtarıram. Demək olar ki, yoxdur. Heç bütün tarixi şəxslərin əlfəcinləri var belə şablon formada düzəldilər. Yəni təsəvvür gətirə bilmərsiniz də, elmlər 20 yanvar ən məşhur inşaatçılar, kitab mağazalar olan yer hər birində gəzdim. Kitab sərgilərinə belə getdim ki, Məmməd Əmin Rəsulzadənin əlfəcinini tapım mən. Tapa bilmirdim mən onu. Çox heyif ki, sizin işlədiyiniz yeri mən bilmirdim. Sevə-sevə hamısını ala bilərəm. Mən sizin üçün birini hazırlayıb hədiyyə eləyərəm. Söz. Çox sevinərəm, çox təşəkkür edirəm. İşte buyurun. Başqa, buyurun müəllim. Bu arada bayaq Güney xanım dedi, mən sonra başqa fikirlə davam etdim. Dedi ki, Güney xanım dedi də, hə, Nəsiminin Fatiməsinə oxşar. Orada onu deyəndən sonra bir anlar orada Nəsiminin məşhur qəzəli var da, Fatimə deyir, üzünü məndən ihan etmə ki. O qəzəl yadıma düşdü. Yəni onu dinləyin, mənim çox sevdiyim qəzəllərdən biri də həqiqətən o mərhum aktyorumuz Rasim Balayev onu o qədər alovlu, o ateşli deyir ki, çox istəyərdim məhz həmin hissəni bir daha kimin vaxtı varsa məhz Nəsiminin Fatiməyə dediyi o qəzəli bir də baxsın. Çox maraqlıdır. Çox sağ olun. Başqa sözü yaxud sualı olan varsa, mənim bir sualım var. Sonda istəyərdim, sizi də çox yormadan. O sualı siz təlim boyunca fikirləşmişəm, seminar boyunca daha doğrusu. Son olaraq Məhəmməd Əmin Rəsulzadə bugün yaşasaydı, sizcə Azərbaycan gənclərinə əsas nəyi bildirərdi? Hansı mesaj verərdi? Bilirsiniz, mən belə hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadə hər hansı bir dövrdə yaşasaydı Azərbaycanda, həmin dövrün ən güclü ideologu, ən güclü natiqi olardı. Yəni, bu insan öz ideyaları ilə milyonları arxasınca apara bilən adamlardır. Yəni, hansı dövrdə yaşamağından asılı olmayaraq, mənə gəlir ki, inanın, Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti orta əsrlərdə belə yaşasaydı, orada da bir inqilab yaradacaqdı, orada da bir inqilabi hərəkatın başında olacaqdı. Və yaxud da daha əvvəlki dövrdə, daha sonraki dövrdə. Yəni, belə şəxsiyyətləri mən əslində təlimə başlayana qeyd etdim. Yəni, Tanrı hər
belə şəxsiyyətlər bəxş etmir. Bu bizim üçün Tanrının bir lütfüdür, sözün həqiqi mənasında. Və ona görə də əslində sözün düzünü deyim, mən belə sevirəm ki, Məhəmməd Əmin Rəsulzadə bu gün elə yaşayır. Öz ideyaları ilə yaşayır. Yəni o nə qədər ki Azərbaycan var, Məhəmməd Əmin Rəsulzadə hər zaman yaşayır. Sağ olun. Dəvətimizi qəbul edib bizimlə öz bilik və təcrübələrinizi, fikirlərinizi bölüşdüyünüz üçün Pərviz müəllim sizə dərin təşəkkürümü bildirirəm. Var olasınız, təklifimi qəbul etdiniz. Eyni zamanda seminarımıza qatılan hər kəsə, müəllimlərə, iştirakçılara hər birinizə təşəkkür edirəm. İnşallah bundan sonraki bir də soruşanlar olubdu təlimlər haqqında. Nömrə qeyd etmişəm. Zəhmət olmasa oradan WhatsApp üzərindən yazarsınız, qrupa əlavə edərik. Təlimlərdən, seminarlarımızdan xəbəriniz olar. Çox sağ olun, gecəniz xeyrə qalsın və bitirməzdən əvvəl özümün hazırladığım Rəsulzadə haqqında bir video təqdimatı sizə istəyərdim. Buyurun, kimsə danışmaq istəyirsə buyursun. Hatirə xanım, Ülviyə xanım, səs açmışsınız, buyurun. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir, buyurun. Pərviz müəllim, mən sizə təşəkkür edirəm. Həqiqətən də çox gözəl bir çıxış oldu. Bilmədiklərimizi sizin sayənizdə öyrəndik. Baxmayaraq ki, tariximizi bilmək hər bir vətəndaşın borcudur. Başqa fənləri bilməsək də, amma tariximizi bilməliyik. Mən həqiqətən çox böyük zövq aldım. Xüsusilə böyük şəxsiyyət haqqında deyilən fikirləri eşitmək də bir ayrı zövq verdi mənə. Siz tərəfdən də çıxışa qulaq asmaq da tamamilə ayrı bir zövq verdi. Təşəkkür edirəm sizə. Çox sağ olun Ülviyə xanım, minnətdaram. Mən də iştirak etdiyinizə görə, dinlədiyinizə görə, fikirlərinizi bildirdiyinizə görə sizə minnətdaram. Çox sağ olun. Çox sağ olun. Sağ olun, gecəniz xeyrə qalsın. Video təqdimat edirəm, sonra yekunlaşdırırıq. Sağ olun, gecəniz xeyrə qalsın. Sen bizimsen, ruhsuzla, bedende can, yaşa, çok yaşa. Ben Ben dünyaya senden 3 sene erken göz açmışım. Ancak bütün Türk aleminde, Türk'ün Cumhuriyet bayrağını 3 defa sen kaldırırsan. Ve bayrak inmesin diye ben senin elinden alıp Türkiye üzerinde dalgalanmışım. Sen bu bayrak inmeyecek.